Oğlaq bürcü 26 noyabr 2025 Oğlaq bürcünün proqnozu. Bugün oğlaqlar üçün diqqət və sakitlik önəmli olacaq. Səhər saatlarında kiçik qarışıqlıqlar baş verə bilər, amma günün ortalarına doğru vəziyyətlər daha aydın olacaq. İnsanlarla münasibətdə açıq və diqqətli olmaq faydalıdır, çünki yanlış anlaşılmalar asanlıqla meydana çıxa bilər. Günün ilk yarısı düşüncələrini toplamaq və nəyin sənin üçün önəmli olduğunu görmək üçün əlverişlidir. Planlarını bir-birinə bağlamaq və hər addımı ölçüb biçmək sənə rahatlıq verəcək. Bu vaxtda kiçik qərarları tələsmədən qəbul etmək yaxşıdır. Günün ikinci yarısı isə başlanan işləri yoluna qoymaq və yeni addımlar atmaq üçün əlverişlidir. Kiçik, amma diqqətlə atılan addımlar günün gedişini asanlaşdıracaq. Qarşına çıxan maraqlı imkanlara və təkliflərə açıq olmaq faydalı ola bilər. Axşam saatları sakitləşmək və özünə vaxt ayırmaq üçün uyğundur. Sevdiyin məşğuliyyətlər və rahat mühit həm ruhunu, həm də fikirlərini yüngülləşdirəcək. Ailə və yaxınlarla keçirilən kiçik söhbətlər günün sonunda sənin enerjini balanslaşdıracaq. Bu günün mesajı: sakit qal, diqqətini yönəlt və hər addımı ölçüb biçərək at. Düşüncəli yanaşma və açıq fikirli olmağın günün ən böyük dəstəyi olacaq. Dolça bürcü 26 noyabr 2025 Dolça bürcünün proqnozu. Bugün dolçalar üçün ünsiyyət və yeni fikirlər ön planda olacaq. Səhər saatlarında kiçik anlaşılmazlıqlar baş verə bilər, amma günün gedişində vəziyyətlər daha aydın olacaq. İnsanlarla söhbətlərində diqqətli və açıq olmaq qarşılıqlı anlaşmanı gücləndirəcək. Günün ilk yarısı düşüncələrini toplamaq və yeni ideyalar üzərində düşünmək üçün əlverişlidir. Qəlbini və ağlını dinləmək, hansı addımı atmaq istədiyini görməyə kömək edəcək. Bu vaxtda başqalarının fikirlərini dinləmək və maraqlı təkliflərə açıq olmaq faydalı olacaq. Günün ikinci yarısı isə başlanan işləri tamamlayıb addım-addım irəliləmək üçün uyğundur. Ani qərarlardan uzaq durmaq və hərəkətləri diqqətlə planlamaq günün gedişini asanlaşdıracaq. Qarşına çıxan yeni imkanları görmək və onlardan istifadə etmək üçün hazırlıqlı olmaq sənin xeyrinə olacaq. Axşam saatları sakitləşmək və özünə vaxt ayırmaq üçün əlverişlidir. Sevdiyin məşğuliyyətlər və yaxınlarla kiçik söhbətlər ruhunu yüngülləşdirəcək və enerjini balanslaşdıracaq. Bu günün mesajı: açıq fikirli ol, diqqətini yönəlt və hər addımı ölçüb biçərək at. Günün ən böyük dəstəyi sənin çevik düşüncən və diqqətində olacaq. Balıq bürcü 26 noyabr 2025 Balıq bürcünün proqnozu. Bugün balıqlar üçün hisslər və yaradıcılıq ön planda olacaq. Səhər saatlarında kiçik qarışıqlıqlar yarana bilər, amma günün gedişində vəziyyətlər daha aydın olacaq. İnsanlarla ünsiyyətdə səmimi və açıq olmaq faydalıdır, çünki diqqətsiz sözlər yanlış anlaşılmalara səbəb ola bilər. Günün ilk yarısı daxili duyğularını dinləmək və nəyin sənə vacib olduğunu anlamaq üçün əlverişlidir. Yaradıcılığa və fərqli fikirlərə diqqət yetirmək sənə ilham verə bilər. Bu vaxtda kiçik planlar hazırlamaq və gələcək addımlarını düşünmək faydalı olacaq. Eyni zamanda yaxınlarının və dostlarının fikirlərinə qulaq asmaq yeni perspektivlər qazanmağa imkan verəcək. Günün ikinci yarısı başlanan işləri yoluna qoymaq və addım-addım irəliləmək üçün uyğundur. Sakit və ölçülü yanaşmaq qarşıya çıxan vəziyyətləri daha rahat həll etməyə imkan verəcək. Maraqlı söhbətlər və gözlənilməz təkliflər gününü daha rəngarəng edə bilər. Qısa fasilələr və sakit anlar enerjini bərpa etmək üçün faydalı olacaq. Axşam saatları özünə vaxt ayırmaq və rahatlamaq üçün əlverişlidir. Sakit bir mühitdə sevdiyin məşğuliyyətlərlə məşğul olmaq həm ruhunu, həm də fikirlərini yüngülləşdirəcək. Kiçik detallar və gündəlik sadə sevinclər sənin gününə balans qatacaq. Bu günün mesajı: daxili səsinə qulaq ver, sakit ol və hər addımı ölçüb biçərək at. Hisslərin, diqqətin və açıq fikirlərin günün ən böyük dəstəyi olacaq. Qoç bürcü 26 noyabr 2025 Qoç bürcünün proqnozu. Bugün qoçlar üçün enerji və hərəkət ön planda olacaq.
Səhər saatlarında kiçik qarışıqlıqlar və gözlənilməz hallar yarana bilər, amma günün gedişində vəziyyətlər daha aydın olacaq. İnsanlarla ünsiyyətdə açıq və səmimi olmaq anlaşmanı asanlaşdıracaq. Günün ilk yarısı yeni fikirlər üzərində düşünmək və hansı istiqamətə yönələcəyini müəyyənləşdirmək üçün uyğundur. Ani qərarlardan uzaq durmaq və kiçik addımlarla irəliləmək faydalı olacaq. Maraqlı ideyalar və qarşıya çıxan fürsətlər diqqətini çəkə bilər. Günün ikinci yarısı isə başladığın işləri tamamlayıb irəliləmək üçün əlverişlidir. Düşüncəli yanaşmaq və vəziyyətləri diqqətlə qiymətləndirmək günün axışını rahatlaşdıracaq. Kiçik təşəbbüslər və maraqlı söhbətlər gününü zənginləşdirəcək. Axşam saatları sakitləşmək və özünə vaxt ayırmaq üçün uyğundur. Sevdiyin məşğuliyyətlərlə məşğul olmaq və yaxınlarınla kiçik söhbətlər enerjini balanslaşdıracaq. Bugünün mesajı: qorxusuz addım at və fürsətləri izləməkdən çəkinmə, hər yeni başlanğıc sənin enerjini artıracaq. Boğa bürcü 26 noyabr 2025 Boğa bürcünün proqnozu. Bugün boğalar üçün sakitlik və stabillik ön planda olacaq. Səhər saatlarında kiçik qarışıqlıqlar yaşana bilər, amma günün gedişində vəziyyətlər daha aydın olacaq. İnsanlarla münasibətdə açıq və diqqətli olmaq yanlış anlaşılmaların qarşısını alacaq. Günün ilk yarısı düşüncələrini toplamaq və gündəlik işləri nəzərdən keçirmək üçün uyğundur. Hər addımı ölçüb biçmək, nəyi öncə etmək lazım olduğunu görməyə kömək edəcək. Bu vaxtda kiçik planlar hazırlamaq və başqalarının tövsiyələrini dinləmək faydalı olacaq. Həmçinin diqqətli yanaşmaq və detallar üzərində düşünmək günün axışını daha rahat edəcək. Günün ikinci yarısı isə başladığın işləri yoluna qoymaq və sakit addımlarla irəliləmək üçün əlverişlidir. Qarşına çıxan imkanlara açıq olmaq və lazımi dəyişikliklər etmək günün axışını rahatlaşdıracaq. Maraqlı söhbətlər və kiçik yeniliklər gününü daha rəngarəng edə bilər. Həmçinin başqalarına kiçik diqqət göstərmək münasibətləri möhkəmləndirəcək. Axşam saatları özünə vaxt ayırmaq və rahatlamaq üçün əlverişlidir. Sevdiyin məşğuliyyətlərlə məşğul olmaq, sakit bir mühitdə istirahət etmək ruhunu və enerjini bərpa edəcək. Ailə üzvləri və yaxın dostlarla kiçik anlar paylaşmaq günün sonunda balans gətirəcək. Bugünün mesajı: sakitliyini qoruyaraq hər addımı düşün və kiçik detalların gücünü qiymətləndir. Hər diqqətli addım sənə yeni imkanlar açacaq. Əkizlər bürcü 26 noyabr 2025 Əkizlər bürcünün proqnozu. Bugün əkizlər üçün ünsiyyət və çeviklik ön planda olacaq. Səhər saatlarında kiçik anlaşılmazlıqlar yarana bilər, amma günün gedişində hər şey daha aydın görünəcək. İnsanlarla danışıqda açıq və diqqətli olmaq qarşılıqlı anlaşmanı asanlaşdıracaq. Kiçik səhvləri dərhal böyütməmək sənin sakitliyini qorumağa kömək edəcək. Günün ilk yarısı yeni ideyalar üzərində düşünmək və planlar qurmaq üçün əlverişlidir. Maraqlı təkliflər və sürpriz xəbərlər diqqətini çəkə bilər. Bu vaxtda fikirlərini qeyd etmək və qarışıq görünən məsələləri sadələşdirmək faydalı olacaq. Həmçinin başqalarının baxış bucaqlarını dinləmək gündəlik işlərdə yeni perspektivlər açacaq. Günün ikinci yarısı isə başladığın işləri tamamlayıb addım-addım irəliləmək üçün uyğundur. Ani qərarlardan uzaq durmaq və hərəkətləri ölçüb biçmək sənin üçün rahatlıq yaradacaq. Qarşına çıxan imkanları görmək və onlardan istifadə etmək üçün açıq olmaq faydalıdır. Həmçinin maraqlı söhbətlər və kiçik plan müzakirələri gününü daha rəngarəng edə bilər. Axşam saatları sakitləşmək və özünə vaxt ayırmaq üçün uyğundur. Sevdiyin məşğuliyyətlərlə məşğul olmaq və yaxınlarınla kiçik söhbətlər ruhunu yüngülləşdirəcək. Oxumaq, musiqi dinləmək və ya yaradıcılıqla məşğul olmaq günün sonunda enerjini balanslaşdıracaq. Bugünün mesajı: yeni fikirlərə açıq ol, çevik qal və hər vəziyyətdə gözlənilməz fürsətləri gör, çevikliyin sənə səmərəli yol açacaq. Xərçəng bürcü 26 noyabr 2025 Xərçəng bürcünün proqnozu. Bugün xərçənglər üçün hisslər və yaxın əlaqələr ön planda olacaq. Səhər saatlarında kiçik anlaşılmazlıqlar yarana bilər, amma günün gedişində vəziyyətlər daha aydın olacaq.
İnsanlarla ünsiyyətdə səmimi və diqqətli olmaq yanlış anlaşılmaların qarşısını alacaq. Günün ilk yarısı özünü və yaxınlarını düşünmək üçün əlverişlidir. Duyğularını ifadə etmək və başqalarının fikirlərinə qulaq asmaq faydalı olacaq. Kiçik planlar qurmaq və gündəlik məsələlərə sakit yanaşmaq gününü rahatlaşdıracaq. Günün ikinci yarısı isə başladığın işləri yoluna qoymaq və addım-addım irəliləmək üçün uyğundur. Qarşına çıxan yeni fürsətlərə açıq olmaq və gözlənilməz vəziyyətlərə çevik reaksiya vermək faydalı olacaq. Həmçinin yaxınlarla kiçik söhbətlər və qarşılıqlı anlaşma enerjini yüksəldəcək. Axşam saatları özünə vaxt ayırmaq və rahatlamaq üçün əlverişlidir. Sakit bir mühitdə sevdiyin məşğuliyyətlərlə məşğul olmaq və ailə üzvləri ilə kiçik anlar paylaşmaq ruhunu yüngülləşdirəcək. Bugünün mesajı: duyğularına qulaq ver və yaxınlarınla münasibətləri diqqətlə yönət, səmimi ünsiyyət sənə gözlənilməz xoş anlar gətirəcək. Şir bürcü 26 noyabr 2025 Şir bürcünün proqnozu. Bugün şirlər üçün diqqət və yaradıcı enerji ön planda olacaq. Səhər saatlarında kiçik qarışıqlıqlar yarana bilər, amma günün gedişində vəziyyətlər daha aydın olacaq. İnsanlarla ünsiyyətdə açıq və səmimi olmaq diqqəti öz üzərinə çəkməyə kömək edəcək. Kiçik anlaşılmazlıqları böyütməmək və sakit qalmaq günün axışını rahatlaşdıracaq. Günün ilk yarısı yeni ideyalar və maraqlı layihələr üzərində düşünmək üçün əlverişlidir. Sənin fikir və təşəbbüslərin ətrafındakıları da ruhlandıracaq. Yaradıcı yanaşmaq və fərqli fikirlərə açıq olmaq gündəlik işlərini daha rəngarəng edəcək. Həmçinin yaxınlarınla kiçik söhbətlər və maraqlı fikir mübadiləsi gününü daha mənalı edəcək. Günün ikinci yarısı isə başlanan işləri tamamlayıb addım-addım irəliləmək üçün uyğundur. Ani qərarlardan çəkinmək və hər addımı ölçüb biçmək günün axışını asanlaşdıracaq. Qarşına çıxan maraqlı imkanları görmək və onlardan faydalanmaq sənin xeyrinə olacaq. Kiçik təşəbbüslər və yeni təcrübələr enerjini artıracaq. Axşam saatları sakitləşmək və özünə vaxt ayırmaq üçün əlverişlidir. Sevdiyin məşğuliyyətlərlə məşğul olmaq, musiqi dinləmək, yaradıcılıqla məşğul olmaq və yaxınlarla paylaşdığın kiçik anlar ruhunu yüngülləşdirəcək. Bugünün mesajı: öz enerjini və yaradıcılığını göstərməkdən çəkinmə, hər kiçik fürsət sənin ilham mənbəyin olacaq. Qız bürcü 26 noyabr 2025 Qız bürcünün proqnozu. Bugün qızlar üçün diqqət və nizam ön planda olacaq. Səhər saatlarında kiçik qarışıqlıqlar yarana bilər, amma günün gedişində hər şey daha aydın olacaq. İnsanlarla ünsiyyətdə açıq və diqqətli olmaq yanlış anlaşılmaların qarşısını alacaq. Kiçik anlaşılmazlıqlara sakit yanaşmaq günün axışını daha rahat edəcək. Günün ilk yarısı gündəlik işləri və kiçik planları nəzərdən keçirmək üçün əlverişlidir. Hər şeyi addım-addım etmək və ani qərarlardan çəkinmək günün axışını asanlaşdıracaq. Bu vaxtda başqalarının fikir və təkliflərini dinləmək faydalı olacaq. Eyni zamanda kiçik planları gözdən keçirmək və prioritetləri müəyyənləşdirmək ruhunu rahatladacaq. Günün ikinci yarısı isə başladığın işləri tamamlayıb yeni addımlar atmaq üçün uyğundur. Qarşına çıxan imkanlara açıq olmaq və lazımi dəyişiklikləri etmək sənin xeyrinə olacaq. Kiçik detallar və diqqətli yanaşma gündəlik işləri daha rahat həll etməyə kömək edəcək. Maraqlı söhbətlər və başqalarına kiçik diqqət göstərmək münasibətləri möhkəmləndirəcək. Axşam saatları sakitləşmək və özünə vaxt ayırmaq üçün əlverişlidir. Sevdiyin məşğuliyyətlərlə məşğul olmaq, oxumaq, musiqi dinləmək və ya yaxınlarla kiçik söhbətlər etmək ruhunu yüngülləşdirəcək. Kiçik anlar və sadə sevinc məqamları günün sonunda balans yaratacaq. Bugünün mesajı: diqqətli və ölçülü ol, kiçik addımlar və diqqətli yanaşma sənə gözlənilməz rahatlıq və dəstək gətirəcək. Tərəzi bürcü 26 noyabr 2025 Tərəzi bürcünün proqnozu. Bugün tərəzilər üçün ünsiyyət və harmoniyaya diqqət ön planda olacaq. Səhər saatlarında kiçik anlaşılmazlıqlar baş verə bilər, amma günün ortalarına doğru vəziyyətlər daha aydın olacaq. İnsanlarla münasibətdə açıq və balanslı olmaq qarşılıqlı anlaşmanı gücləndirəcək.
Kiçik anlaşılmazlıqlara sakit yanaşmaq və emosiyalarını idarə etmək günün axışını daha rahat edəcək. Günün ilk yarısı fikir mübadiləsi və planlaşdırma üçün əlverişlidir. Qarşına çıxan yeni imkanları dəyərləndirmək və insanlarla qarşılıqlı dəstək göstərmək gününü rahat edəcək. Kiçik detallar üzərində düşünmək və hər şeyi ölçüb biçmək faydalı olacaq. Həmçinin yaxınlarınla kiçik söhbətlər və fikir paylaşımı sənin üçün yeni perspektivlər açacaq. Günün ikinci yarısı isə başlanan işləri tamamlayıb addım-addım irəliləmək üçün uyğundur. Ani qərarlardan çəkinmək və hər addımı diqqətlə atmaq sənin üçün faydalı olacaq. Maraqlı söhbətlər, yeni tanışlıqlar və kiçik təşəbbüslər gününü daha rəngarəng edə bilər. Axşam saatları sakitləşmək və özünə vaxt ayırmaq üçün əlverişlidir. Sevdiyin məşğuliyyətlərlə məşğul olmaq, yaxınlarınla söhbətlər etmək və kiçik rahatlamalar ruhunu yüngülləşdirəcək. Oxumaq, musiqi dinləmək və ya sadə gündəlik fəaliyyətlər balans yaratmağa kömək edəcək. Bugünün mesajı, harmoniya və balansı qoruyaraq hərəkət et, sakit və ölçülü yanaşma sənə gözlənilməz imkanlar gətirəcək. Əqrəb bürcü 26 noyabr 2025 Əqrəb bürcünün proqnozu. Bugün əqrəblər üçün diqqət və dərin düşüncə ön planda olacaq. Səhər saatlarında kiçik qarışıqlıqlar yarana bilər, amma günün gedişində vəziyyətlər daha aydın görünəcək. İnsanlarla ünsiyyətdə diqqətli və açıq olmaq yanlış anlaşılmaların qarşısını alacaq. Günün ilk yarısı daxili düşüncələrini toplamaq və hansı istiqamətə yönələcəyini müəyyənləşdirmək üçün əlverişlidir. Maraqlı ideyalar və gözlənilməz imkanlar diqqətini çəkə bilər. Bu vaxtda başqalarının baxış bucaqlarını dinləmək və lazım olduqda tövsiyələrini almaq faydalı olacaq. Günün ikinci yarısı isə başladığın işləri tamamlayıb addım-addım irəliləmək üçün uyğundur. Ani qərarlardan uzaq durmaq və vəziyyətləri ölçüb biçmək sənin üçün rahatlıq yaradacaq. Qarşına çıxan yeni imkanlara açıq olmaq günün axışını daha səmərəli edəcək. Axşam saatları sakitləşmək və özünə vaxt ayırmaq üçün uyğundur. Sevdiyin məşğuliyyətlərlə məşğul olmaq və yaxınlarınla kiçik söhbətlər ruhunu yüngülləşdirəcək. Bugünün mesajı, dərin düşün, diqqətli ol və imkanları ölçüb biçərək dəyərləndir, səbr və diqqətin sənə uğur gətirəcək. Oxatan bürcü 26 noyabr 2025 Oxatan bürcünün proqnozu. Bugün oxatanlar üçün macəra ruhu və ünsiyyət ön planda olacaq. Səhər saatlarında kiçik qarışıqlıqlar yarana bilər, amma günün ortalarına doğru vəziyyətlər daha aydın olacaq. İnsanlarla açıq və səmimi danışmaq qarşılıqlı anlaşmanı asanlaşdıracaq. Kiçik anlaşılmazlıqlara sakit yanaşmaq və diqqətini itirməmək günün axışını daha rahat edəcək. Günün ilk yarısı yeni ideyalar və fərqli perspektivlər üzərində düşünmək üçün əlverişlidir. Maraqlı söhbətlər və sürpriz təkliflər diqqətini çəkə bilər. Bu vaxtda planlarını gözdən keçirmək və gələcək addımları düşünmək faydalı olacaq. Həmçinin başqalarının baxış bucaqlarını dinləmək və yeni məlumatları toplamaq sənin üçün əlavə ilham mənbəyi ola bilər. Günün ikinci yarısı isə başlanan işləri tamamlayıb addım-addım irəliləmək üçün uyğundur. Ani qərarlardan çəkinmək və hərəkətləri ölçüb biçmək sənin üçün rahatlıq yaradacaq. Qarşına çıxan yeni imkanlar və təkliflər gününü zənginləşdirəcək. Maraqlı təcrübələr və kiçik təşəbbüslər sənin gününü daha canlı edəcək. Axşam saatları sakitləşmək və özünə vaxt ayırmaq üçün əlverişlidir. Sevdiyin məşğuliyyətlərlə məşğul olmaq, oxumaq, musiqi dinləmək və yaxınlarla kiçik söhbətlər etmək ruhunu yüngülləşdirəcək. Kiçik anlar və sadə gündəlik sevinc məqamları günün sonunda balans gətirəcək. Bugünün mesajı, yeni imkanlara açıq ol, hər anı dəyərləndir və pozitiv qalın sənin enerjin və maraqlığın gözlənilməz fürsətlər gətirəcək.